Gününüz aydın olsun Azərbaycan xalqı. Bu Elon Musk'ı tanıyırsınız yəqin ki, indi bilməyənlər də bilsin, dünyanın ən varlı adamıdır. Onun büdcəsi Azərbaycanın büdcəsindən 50 dəfə artıqdır. Yəni indi özünüz təsəvvür eləyin də, söhbət milyarddan getmir. Milyard onun üçün bizim hardasa bir ehtiyat 100 manatımız olan kimi bir şeydir. Yəni ki, onun üçün milyard adi bir məbləğdir, belə deyək. Elon Musk'ın oğlu cinsini dəyişdirib. Eləyib qadın. Yəni bu üzr istəyirəm hamıdan, cinsi azlıqlardandır, transvesti. Və bu da ki, hər bir valideynə öz balası şirindir. Bu da o prinsiplə yaşayır və milyardları yeri gəlsə, trilyonları tökər ki, bütün dünyada geylərin sayı çoxalsın, cinsi azlıqların sayı çoxalsın. Bugünkü gün canlılarda Velizar kimi digər hansısa bir cinsi azlıqların çıxıb canlılarda kimlərəsə dəstək olmağı, kimlərəsə kömək eləməyi, yəni mən bir dəfə də bunun haqqında bir video, ətraflı bir video çəkmişdim. Çoxları onun Velizarın qardaş bacıları mənim üstümə düşdülər. Qoy düşsünlər onlar, onsuz ona dəstək olanlarla onda heç bir fərq görmürəm. Mənim üçün cinsi azlığı sevən insan və yaxud da cinsi azlıq eyni şeydir. Yəni fərq eləmir. Allah ləyaqətli, qeyrətli insanlarımızı qorusun. Nə demək istəyirəm əziz xalqım? Bu insan Elon Musk kimi insanların LGBT təşkilatının rəhbəridir. Belə deyək də, yəni ki, rəhbər təşkilatçılardan biridir. O insan da dediyim kimi milyardları tökər ki, yetər ki, geylər sevilsin, ölkələrdə geylər sevilsin və geylərə dəstək olunsun, normal qarşılansın, cinsi azlıqlar hörmətə minsin və bu da məqsədinə çatsın. Bunun o bəzi insanlar var, bəzi o qızları boşanmış analar var, hamıya şamil eləmirəm. Bəzi qızları boşanmış analar o vərəm xəstəsi kimi istəyir ki, digərinin də qızı boşansın, o birinin də qızı boşansın. Hamının taleyi bunun qızın taleyi kimi olsun. Bax, həmin kimi şeydir. Təbii ki, o da Elon Musk da istəməzdi ki, oğlu cinsi azlıqlardan olsun, amma həyatdır. İndi o da o yolu seçib. Ancaq o oğluna dəstək kimi bütün dünyanı geylər dünyası eləyər. Yetər ki, oğlu xoşbəxt olsun. Yəni onun o milyarder yox, trilyonerin bir, yəni ki, qarşısında məqsəd budur. O tək bununla yox, o digər məqsədlər, digər planlarla ölkədə insanların sayını azaltmaq kimi, nə bilim insanları, insan dəyərlərini, yəni alçaltmaq kimi bir planları var. Təbii ki, bilənlər də bilir. Nəsə, sözüm onda yox. Hər kəsin Allah ürəyinə görə taleyini, qismətini versin. Onun arzuları gözündə qalsın və onu kimi dünyanı, bəşəriyyəti korlayan insanların arzuları gözündə qalsın. Sadəcə dediyim nədir, əziz xalqım? Bugünkü gün deməyin, fikirləşməyin ki, bu geydir, üzr istəyirəm ifadəmə görə, bu geydir, ürəyi təmizdir, mərhəmətlidir, filan kəsə yardım elədi, filan kəsə kömək elədi. Yəni fikirləşin ki, o deyil kömək eləyən. And olsun Allah o deyil. Bax, həmin təşkilatlardır. Hansı ki, milyardları xərcləyirlər ki, yetər ki, geylər, üzdən iraqlar, cinsi azlıqlar ölkələrdə, tək bizim ölkədən getmir. Bütün dünyada, hər bir ölkədə bunlar populyar olsunlar, sevgi çoxalsın, cavanlar buna meyilli olsun. Yəni balalarınızı qoruyun, evlatlarınızı qoruyun. Bu böyük bir təhlükədir. Mən sizə çağırış edirəm ki, biraz ehtiyatlı olun. Oğul anaları, oğul ataları ehtiyatlı olun. Elə bu qız atalarına, analarına da aiddir. Yəni dəstəkləməyin onları. And olsun Allah'a deyirəm. Sabah qızınızın ailə həyatını bir kişi tapa bilməyəcəksiniz o qızınızı verməyə. Yəni onları düşünün. Bu böyük bir təhlükədir. Normal qarşılamayın. Bunu bir təhlükə kimi qarşılayın. Sevməyin onları. Vallahi sevəcək o qədər ləyaqətli, qeyrətli kişilərimiz var ki. Yəni fikirləşməyin ki, onlar bəziləri deyir ki, əsas o insanın mərhəmətidir. Mən həmişə vurğulamışam. Mərhəmətə qalsa o otellərdə ki, pozğunlar var, çox qeyrətli qadınlardan mərhəmətlidir. Yəni sözümü düzgün başa düşün. Yəni mərhəmətlə qeyrəti qatıb qarışdırmayın. Qeyrətin öz yeri var, mərhəmətin öz yeri var. Yəni o pozğunu biz gətirib hansısa qeyrətli qadınla müqayisə edə bilmərik. Sadəcə siz özünüz ayırın ki, mərhəmət başqa şeydir. İnsanlıq başqa şeydir. Qeyrət, namus başqa şeydir. Bugünkü gün qeyrəti, namusu olmayan insanın sabah gətirib hansısa bir mərhəməti yəni insanlara verə bilməz. Yəni onu unutmayın. Çünki insanın qeyrəti olmayanda insan insanlığından çıxır. Balalarınızı qoruyun. Mən sadəcə bir xalqını sevən bir Azərbaycan oğlu kimi mən sizə səslənirəm. Balalarınızı qoruyun. Bugünkü gün o üzdən iraqların, cinsi azlıqların çoxalmağının vallahi deyirəm, nə dövlətin günahı var, nə bu ölkədə olan hansısa bir qurumun günahı var. Onlar sosial şəbəkələrlə, digər vasitələrlə həmin o LGBT-dir, digər təşkilatlardır, Elon Musk kimi dəstəkçilərdir. Bunlar məqsədləri hər bir yolla insanları yoldan çıxartmaqdır. Bir ölkəni deyir yıxmaq üçün onun qeyrətinə toxunsan bəs eləyər. Yəni bugünkü gün kişilərimizin kişiliyi əldən gedəcəksə, demək ki, bizim qeyrətimiz əldən gedib. Yəni ona görə balalarınızı qoruyun. Özünüzü qoruyun əziz kişilər. Vallahi deyirəm özünüzü qoruyun. Bunlara normal baxmayın. Normal baxdıqca bir də ayılacaqsınız ki, özünüz onlara meyillisiniz. Artıq onda gec olacaq. Bu psixoloji bir xəstəlikdir. İnsanlar mən həmişə demişəm,
Allah Taala insanda, qadınlarda kişi hormonları yaradıb, kişilərdə qadın hormonu yaradıb. O qadın hormonunu kişilərin özündən asılıdır ki, onları aktivləşdirsin. Ona görə aktivləşdirməyin. Belə şeylərdən uzaq durun, belə insanlardan uzaq durun. Normal kişi xarakterli insanlarımız var. O qədər dəstəkçilərimiz var, o qədər qeyrətli oğlanlarımız var. Onlardan biraz özünüzə simvalizə eləyin. Yəni belə insanlardan özünüzə stimul seçməyin. Yəni sevməyin belə insanları. Allah xalqımızı, dövlətimizi qorusun. Yenə deyirəm, mənim bu video müraciətim sadəcə sizi sevdiyimə görə ki, balalarınızdan özünüzdən müğayət olun. Allah xalqımızı, dövlətimizi qorusun.